Bəli, əziz izləyicilərimiz, mən Vüsal Kəlbəcəri hardayam? Bu günlərim Yevlaxda çox çətin şəraitdə yaşayan bir ailəni sizlərə təqdim eləmək istəyirəm. Adın soyadın nədir qardaş? Camalov Nadir Məhərrəmoğlu. Demək olar ki, bir ailə deyil, iki ailədir. O bir qardaşın adı? Camalov Şamandar Məhərrəmoğlu. Üzün düşməyini istəmir, ona görə amma istəyirəm ki, ondan da müsabiqə götürəm. Bir dəqiqə. Adın soyadınız? Camalov Şamandar Məhərrəmoğlu. İkinci qrup hərbəliləm. Bəli, Allah kömək olsun. Bax, burada neçənci ildən yaşayırsınız? Neçə ildir burada? 93-dən. 93-dən burada çətin şəraitdə yaşayırsınız. Bəli. Adəti olan orqanlardan, qurumlardan istəyiniz, tələbiniz nədir? Cənab sədrin qəbulunda da olmuşam. Kəlbəcər rayonunda vətəndaşlar qəbul edəndə mən də qəbulda oldum. Dedi ki, sizin adınız Həsən Rıza var. Özüm də müəyyən qədər köməklik eləyəcəm ki, qısa bir zamanda köçəsiniz. Yəni burada ağır şəraitdə yaşamaqdan tamamilə dadirənmişik. Evi göstərək sizlərə, əziz izləyicilərimiz. Gəlin, bax, biz gördüyünüz kimi çətin şəraitdə yaşayan ailəni sizlərə təqdim eləmək istəyirik. Həqiqətən çətin şəraitdə yaşayırlar və Bura bizim kutunamızdır, yəni ki, qardaş ikimiz də buradan istifadə edirik. bura kutunadır. Bəli. Bəli, çox ağır şəraitdə yaşayırlar. Xahiş edirəm, adiyyəti olan orqanlar dəstək olun. Bəli. O cümlədən də gördüyünüz kimi fermadır bura. Bura hamamımızdır. Salam gözəl balalar, nətərsiniz? Necəsiniz, yaxşısınızmı? İnşallah o gün olsun ki, sizin də gözəl evinizdə gələ çəkiliş edək, yeni evinizə. Bura haradır? Bura qardaşımın otağıdır, o otaq mənim otağım. Bura ücret çökür. İkimizin də kommunalları buradadır. Deyək, bura çökür. İkimizin də kommunalları buradadır, patolog tamamilə çökür. Yəni olmamız da nə varsa buradadır. Hamısını bir otağa yığırıq ki, heç olmasa yağışlar yağanda tüs vəziyyətə düşməsin. Bəli. İstəyən dövlətdən nədir? İstəyim dövlətdən odur ki, bizi evlə təmin eləsinlər yaxın müddətdə. Həsən Rıza ikimizin, hər ikimizin də adı var. Burası köçümüzün tezləşdirilməsi barədə xahişimiz odur ki, bizə köməkdarlıq eləsinlər. Bəli, adiyyəti olan orqanlar, biz jurnalist olaraq bunları çəkirik, işıqlandırırıq, xahiş edirik, inanırıq. Bəli, inanırıq ki, 44 gündə Qarabağımızı erməni işğal altından, tapdağından biz azad elədiksə və bu günlərimdə inşallah bu çətin şəraitdə yaşayanlar da Allah qoysa, inşallah hər biri təmin olunar evdən. Necə ki, dünənlərim biz ondan çox gözəl evləri çəkdik, düz Xocaldan tutmuş, Xankəndidən tutmuş, Xocabəndən hər birini çəkdik. İnanırıq ki, bu ailədə inşallah sevinəcəkdir və inşallah gözəl evlə qismət olacaqdır. Təşəkkürlər. Yəni bir bələcə 2 bal, 3 bal gücündə zəlzələ olanda o betonlardan qorxuruq ki, evin üstündə çünki heç nə yoxdur da, adi mildir, bir də torpaqdır. Yəni bədbəxtçilik həqiqətən də törədə bilər. Zəlzələ olanda biz günlərlə evə girmirik. Bəli, Allah kömək olsun, inanırıq, güvənirik dövlətimizə, dövlətimizin qanunlarına.